Son illərdə Bakının torpaq sürüşməsi təhlükəsi olan ərazilərində dəfələrlə sürüşmə hadisələri baş verib. Ötən gün Əhmədli qəsəbəsində yaşanan oxşar hadisə də bunun sübutudur. Ümumiyyətlə, son sürüşmə bir daha göstərir ki, paytaxtın bütün ərazilərində yenidən müşahidələr aparılmalıdır. Son statistikaya əsasən Bakıda və Abşeronda aktiv sürüşmə zonalarının xəritəsini də nəzərə aldıqda, sözügedən bölgələrdəki sürüşmə təhlükəsini aradan qaldırmaq üçün kompleks tədbirlər görülməlidir. Mütəxəssislər hesab edirlər ki, bu cür sürüşmə aktivliyinin yaranması təbii amillərdən daha çox insan fəaliyyətinin nəticəsidir. Bakının sürüşmə riski ən yüksək olan ərazi isə birmənalı şəkildə bayıl zonasıdır. Relyefin xüsusiyyəti və bu ərazidə çoxmərtəbəli binaların inşa olunması sürüşmə təhlükəsini daha da artırır. Bundan belə ekspertlər təbii fəlakətin qarşısının alınması üçün müxtəlif həll yollarının olduğunu qeyd edirlər. Həmin bax ərazilərdə, bayır ərazisində, yəni dənizə baxan yamaçda, əks yamaçda, Teleqüllənin aşağı hissələrində mən dəfələrlə orada baxış keçirmişəm. Şəkillər çəkilib orada və orada da eyni epizodlar təkrar olunur. Əvvəl orada terrasları yenə dediyim kimi terraslar olmalıdır. Yamaç nə qədər dikdirsə, terraslar daha çox olmalıdır. Digər tərəfdən ağac seçiləndə elə ağac söyülmələri seçilməlidir ki, onların kök sistemi güclü olub, bax o torpaq kütləsini saxlaya bilsin. Ən vacib şərtlərdən biri odur ki, orada suvarma sistemləri dəyişilməlidir. Orada selləmə suvarma olmaz. Atıb krantın suyun gedib hardasa oturub, onun nəticəsində də orada küllü miqdarda torpaq yığıntısı olub, vaxtı ilə orada çökəcək olub, torpaq yığıblar orada, ona görə də su orada topalanıb və təbii ki, sürüşməyə əsl mahiyyətini yaradıb orada. Azərbaycanın bütün regionlarında, xüsusilə Bakı və Abşeronda təbii fəlakətlərlə bağlı daimi araşdırmalar aparılır. Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinin rəsmi nümayəndəsinin sözlərinə görə, hazırda torpaq sürüşmələri təhlükəsinin qarşısının alınması üçün ciddi tədbirlər görülür. Əvvəldə olduğu kimi təhlükəli hesab olunan bölgələrdə xüsusi ağaclar əkilir, teraslar salınır və mütəmadi olaraq bölgələrə baxış keçirilir. Yəni, məsəl üçün o məhəllələrin abadlaşdırılması işləri gedəndə, yaxud da ki, deyək ki, yaşıllıq zonasının zolaqlarının salınması məsələlərində, məsələn, biz əvvəldən əlbəttə ki, gələcəkdə onlara aqrotexniki quruluğu tam təmin etməkdən ötəri su xətləri çəkilir. O su xətləri çəkiləndə də əlbəttə ki, ona diqqət yetirilir ki, elə formada çəkilsin ki, gələcəkdə o hər hansı bir kənardan bir zədə almasın. Bax, bu deyək ki, bizim elə son dövrlərdə apardığımız, məhəllələrdə apardığımız bu abadlıq işləri, bax, ancaq bunlar nəzərə alınır. Amma bizim rayonumuz biraz Xətai rayonu relyefli olduğuna görə orada bu işlər tam nəzərə alınır ki, yəni o sürüşmə, yəni orada hər hansı bir torpaq da əlavə olunanda, ağaclar da əkiləndə o diqqət yetirilir ki, orada gələcəkdə belə bir fəsadların yol verilməsində bax, bu yöndə işlər görülür. Bundan belə diqqətdə saxlanılmalı bir məqam var ki, bəzi hallarda baş verən torpaq sürüşmələrinə həmin ərazilərdə ilk dəfə rastlanılır. Hətta tədqiqatlarda belə sözü gedən zonalar təhlükəsiz görünür. Anidən isə təbii fəlakət baş verir. Bunun qarşısının alınması üçün də mütəmadi olaraq ciddi addımlar atılır.